Değerli şagirdlər, Pifaqoras bucaqlarına aid suallara baxaq. Baxın, birinci suala fikir verin. Nə demişik? Bu 90, 60, 30 düzbucaq üçbucaqda nə demişik? 30-un qarşısında duran katet hipotenuzun nə olmalıdır? Yarısı. O zaman hipotenuz neçə imiş? 10 imiş. Sonra 90, 60, o zaman bura 30 olacaq. 30-un qarşısında duran katet hipotenuzun nə idi? Yarısı. Deməli, bura 8 olacaq. Sonra, burada. 90, 30. O zaman bura neçədir? 60. Və qaydaya əsasən 60-ın qarşısı digər katetin kök 3 misli olur. Düzdür? O zaman deməli x neçə imiş? X 3 imiş. X 3-dürsə, 30-un qarşısında duran katet hipotenuzun yarısıdırsa, o zaman y-də neçə imiş? 6 imiş. Bizdən cəmin soruşur. Toplasam 9. Və digər sual. Burada nə deyir? Deməli, 90 dərəcə bu hipotenuzdur, bu katetdir. X neçə dərəcə olduğunu soruşur. Təbii ki, x-in qarşısı, yəni 30 olmalıdır ki, bu dərəcə. 30-un qarşısı hipotenuzun nəyi olur? Yarısı olur. Deməli, 4-ün yarısı 8-dirsə, deməli bu dərəcə, burada duran bucaq 30 dərəcəymiş.